Bakıda 5-ci Startup Forum 2025 keçirilib. 6 yaşdan 17 yaşa qədər uşaq və yeniyetmələr arasında illik Startup Forumu bu il kiçik yubileyini qeyd edir. Mini Boss Business School'un yetirmələri artıq 5-ci dəfədir ki, öz innovativ biznes layihələrini təqdim edirlər. Bugün Minibus Biznes Məktəbi öz 5 illik fəaliyyət dövrünü qeyd edir. Demək olar ki, bu bizim 5-ci hesabat tədbirimizdir. Məlumat üçün qeyd edim ki, ilk ilin yekununda tələbələrimizin sayı 26 nəfər təşkil edirdi. Bugün isə bu rəqəm 134 nəfərə çatmışdır. Eləcə də layihələrin sayı 6 idi. Bugün artıq 22 layihə təqdim olunmaqdadır. 13 komanda sərbəst sahibkarlıq sahəsində öz ideyalarını təqdim edib. 9 komanda isə ətraf mühitin yaxşılaşdırılmasına yönələn biznes təşəbbüsləri ilə çıxış edib. Ən yaxşı layihələr isə qrantlar alır. Hazırda həm bu tələbələr münsiflər heyətinin qarşısında çıxış etdikdən sonra onların təqdimatlarına uyğun olaraq onlara qrant ayrılacaq. Bu real məbləğdir və bu pul vasitəsilə tələbələrimiz öz düşündükləri biznes ideyanı həyata keçirməyə başlayacaqlar bu andan etibarən. Yəni artıq bu tədbirdən sonra təbii ki. Gənc sahibkarların ideyalarını iri şirkətlərin top menecerləri, biznes sahibləri, beynəlxalq biznes birliklərinin və ali təhsil müəssisələrinin nümayəndələrindən ibarət səriştəli münsiflər heyəti qiymətləndirir. Biz çalışırıq belə yarışmalar, belə konkurslar, belə dəstənkənar fəaliyyəti vasitəsilə şagirdlərimizdə o bacarıqları inkişaf etdirək və onlar ilk yaşlarından, yəni gənc yaşlarından sahibkarlıq nədir, biznes layihələri nədir, biznesmen olmaq üçün nə etmək lazımdır, onları inkişaf etdirsinlər. Ümumiyyətlə bu təşəbbüs, yəni çox yaxşı bir təşəbbüsdür və belə bir platformalar mən səhv etmərəm desəm ki, unikaldır. Çünki biznes sahəsində, yəni ki, hər kəsin görüşləri, biznes forumlar bizim ölkəmizdə